Xatırlayırsınızmı? Uşaq vaxtı valideynlərimiz bizi danlayanda nə edirdik? Başımızı aşağı salar, gözlərimizi yerə, otağın ortasındakı xalçaya zilləyərdik. Valideyn səsi yavaş-yavaş fon səsinə çevrilərkən biz o xalçanın mürəkkəb naxışlarında azardıq. O qırmızı göy həndəsi fiqurların içində xəyalən gəzər, cığırlar tapar, özümüzə aid bir dünya qurardıq. O vaxt bilmirdik ki, uşaq ağlımızla baxdığımız və içində itdiyimiz o naxışlar sadəcə bəzək deyil. Biz əslində min illər əvvəl yaşamış insanların kodlaşdırdığı bir məlumat bazasına, qədim bir kripto dizayn şəbəkəsinə baxırıq. Xoş gəlmisiniz. Bu gün sizinlə hər gün üzərində basıb keçdiyiniz, amma oxumağı unutduğunuz o böyük vizual kitabdan, Azərbaycan xalçalarından və onların içindəki gizli simvollardan danışacağıq. Xalça bizim üçün sadəcə döşəmə örtüyü deyil. O bizim milli və mədəni irsimizin ən dözümlü daşıyıcısıdır. Düşünün, kompüterlərin, sərt disklərin və bulud texnologiyalarının olmadığı bir dövrdə bir xalq öz inancını, kainat fəlsəfəsini və ailə tarixini gələcək nəsillərə necə ötürə bilər? Təbii ki, ilməklərlə. Xalça texniki baxımdan rəqəmsal təsvirə ən yaxın sənət növüdür. Onun üzərindəki hər bir düyün müasir dildə desək bir pikseldir. Bir xalçanın ilmə sıxlığı nə qədər çoxdursa, onun informasiya daşıma tutumu bir o qədər böyükdür. Bəs bu mürəkkəb kripto şəbəkəni kimlər və niyə yaradırdı? Qədim dövrlərdə xalçalar satış üçün deyil, sırf fərdi hekayələr üçün toxunurdu. Toxucu qadınlar xalçanın hədiyyə ediləcəyi insanın taleyini ya da öz bərkdən deyə bilmədikləri hisslərini yaşatmaq üçün onları ilmələrə pıçıldayırdı. Məsələn, bir ana müharibəyə və ya uzaq yola gedən oğlu üçün əjdaha motivli xalça toxuyurdusa, bu sadəcə bir hədiyyə deyil. Bu bir vizual qalxan, oğlunu qorumaq üçün hazırladığı bir dua idi. Ayrılıq yaşayan bir gənc qız iki fərqli istiqamətə uçan quş təsvir edirdisə, öz həsrətini xalçaya köçürürdü. Sanki qapalı qapılar arxasında dünyaya öz səsini, mesajını göndərirdi. Xalça o dövr qadınlarının həm sosial mediası, həm də gizli bir gündəliyi idi. Təsəvvür edin ki, xalçaçılıq bir dildir. Bu gizli dilin müxtəlif ləhcələri, yəni vizual dialektləri var. Biz bunları Azərbaycan xalçaçılıq məktəbləri adlandırırıq. Ümumilikdə 7 əsas məktəbimiz var və onların hər birinin özünə məxsus kodlaşdırma tərzi və öz xarakterləri var. Bu vizual ləhcələrin hamısı texniki olaraq iki böyük qrupa ayrılır. Palaz, kilim və sumaq kimi hamar üzlü, gündəlik məişət üçün olan xovsuz xalçalar, bir də qalın və mürəkkəb kodları özündə saxlayan xovlu xalçalar. İndi isə gəlin o xalçaların şifrəsini açaq. Niyə xalçanın mərkəzində böyük medalyonların sayı həmişə tək olur? 1, 3, 5, 7, 9. Çünki cüt rəqəm vizual olaraq baxışı bölür. Tək rəqəmlər isə baxışı bir mərkəzə toplayır. 1 rəqəmi Tanrını, 3 rəqəmi kainatı, 9 isə bütövlüyü təmsil edir. Tək rəqəm həm də bədnəzəri yayındırmaq üçün vizual bir qalxan rolunu oynayır. Hər simvoldan tək-tək danışsaq, minlərlə mənanın içində batıb gedərik. Amma təməl elementlərin təməl mənalarını sizə bugün göstərəcəyim. İndi baxın, xalçadakı o bəzək sandığımız elementlər əslində nələrdir? Butadan başlamaq istərdim. Bu sadəcə badam və ya od deyil. Buta həm də ruşeymdir, embriondur. Toxucu butanı toxumaqla nəslim davam etsin, genetik kodumuz qırılmasın mesajını verir. Həyat ağacı kökləri torpaqda, yəni keçmişdə, budaqları isə göydə, yəni gələcəkdə. Bu ailənin sarsılmaz şəcərəsini təmsil edir. Əjdaha və ilan isə əfsanələrin əksinə xalçada şər deyil, o qoruyucudur. Evin xəzinəsini qoruyan bir mühafizəçidir. Xalçanın kənarlarında toxunan ilan naxışları mənəvi sərhəd deməkdir. Buradan içəri neqativ enerji, şər qüvvə keçə bilməz. İlan zəhəri gücə çevirən müdrikliyi təmsil edir. Bəs quşlar? Göyərçin ruhun saflığı, tovuz quşu isə cənnət və ölümsüzlük simvoludur. Təsəvvür edin, bir xalçanın mərkəzində 9 tovuz quşu var.
Lakin onlardan 7-si bir tərəfə baxır, ikisi isə onların baxdığı tərəfə uçur. Bu nə deməkdir? Bu kədərli bir ailə dramının vizuallaşdırılmasıdır. Uçan iki quş dünyasını dəyişən və ya aləmdən köçüb gedən iki nəfəri, onlara baxan 7 quş isə arxalarında qalanları, bitməyən dualarını və xatirələrini təmsil edir. Toxucu tovuz quşunu seçməklə demək istəyir ki, onlar ölməyib, əbədiyyətə qovuşublar. Gördüyünüz kimi, xalça kətana çəkilmiş rəsm deyil. Xalça ssenarisinin əvvəlcədən yazılmış bir kino, vizual bir bioqrafiyadır. Bir anlığa dayanın. Uşaqlıqda o ilmələrində azdığınız xalçanı, indi böyük bir insan və şifrə oxuyan bir detektiv kimi yenidən nəzərdən keçirin. Xalça sadəcə ayağınızı isti saxlayan bir əşya deyil. O bizim xarakterimizin, həyata baxışımızın, qorxularımızın və ümidlərimizin aynasıdır. Kimsə mərkəzə özünü qoyub ətrafını ilanlarla qoruyar. Kimsə qızıl güllərlə öz daxili cənnətini yaradar. İndi sizdən bir xahişim var. Bu videodan sonra otağınızdakı xalçaya bir dəfə də yaxından baxın. Xalçanın mərkəzində neçə medalyon var? Kənarlarında sizi qoruyan o gizli əjdahanı, ilanları görə bilirsinizmi? Tapdığınız simvolları və saylarını şərhlərdə mənimlə bölüşün. Gəlin onların da şifrəsini birlikdə açaq. Videonu bəyəndinizsə, abunə olmağı və dostlarınızla paylaşmağı unutmayın. Unutmayın, mədəniyyət yalnız baxdığımız yox, həm də gördüyümüz və anladığımız zaman yaşayır. Görüşənədək.